bəşər kəlamının dəlil gətirməyin pis olmasının bəyanı. Bəşər insanın yəni kəlamını dəlil olaraq nəyəsə gətirmək yəni. Və Quran, sünnənin, vəhinin dəlil gətirməyi tərk eləməyin pis olması. Əşərilər kimi və kimlər ki, mütəkəllimlər və bunların ətrafına fırlananlar, onlar kimi. Burada Şeyx Rəhməlullah bu şeirdə nəyə yönəldir bu şeiri? Kim ki, Allah Teala və onun Rəsulu ad və sifətlər bölümündə nə deyibsə də, onu dəlil getməyi tərk edir, o kəsləri pisləyib və etimad edir, batil əhlinin sözünə dəlil gətirərək ona etimad edir. Burada sözü buna yönəldir. Məsəl üçün, xristiyan şairi vardır, Əl-Axtal vardır və bundan başqaları. Hansı ki, onların sözləri şəri elm bölümlərində heç birində dəlil kimi götürülmür. Yəni, müxtəlif mövzularında, şəri elmi müxtəlif mövzularından heç birində yəni, sözləri bunların dəlil kimi götürülmür. İstər ad və sifətlər bölümü olsun, istərsə əqidə və şəriət bölümləri olsun, fərq eləmir. Lazımdır ki, insan bir şey etimad etdikdə Quran və sünnə səhih fəhimlə etimad eləsin. Yəni, sən nəyisə dəlil kimi götürmək istəyirsənsə də etimad eləməlisin. Lazımdır ki, Quran və sünnə dəlillərinə və səhih fəhimə وَالتَّفَاعُلُ مَعَهَا فِي الْحَيَاةِ الْعَلْمِيَّةِ وَالْعَمَلِيَّةِ قَوْلًا وَفِعْلًا وَظَاهِرًا وَبَاطِنًا. Yəni, elmi və əməli həyatda lazımdır ki, neyləsən? Sözlə də, feillə də, zahirdə də, batində də Allah Subhanahu Taala'nın sözün üzərində gedəsən. Nə deyir? Allah Taala nə deyibdir? Rasul sizə nəyi verirsə onu götürün, nədən çəkindiribsə də, nəyə qadağa edibsə də ondan çəkinin. Həşr surəsi Əl-Əyyə 7-ci ayə. Ma'l-iltizam at-tam bimanhaj rusulil kiram vel enbiya'l azam fi da'vatihim al-mardiyyə. İnsan nəyəsə etimad elədikdə, nəyə ki əməl eləmək istədikdə, lazımdır ki, dediyimiz ki, Allah Taala'nın bu sözünü götürüb onun üzərində geçsin və bütün kiram rəsulların, əzəmətli nəbilərin dəvətləri üzərində özünü lazım eləsin. Yəni, onlar necə olublarsa da o formada olmalısan. Onların təmiz əxlaqları üzərində olmaq, onların şəriət qaydaları ki var, hansı ki onu onlar örgədiblər və varis miras olaraq qoyublar. Yəni, onun üzərində insan getməlidir. Bütün zamanda, bütün məkanda onlar onu necə yayıflarsa da o formada getməlidir və nə gözəl varis, miras qoyanlar və nə gözəl varis olanlardır bunlar. Peyğəmbərlər mirası qoyublar və kimlər də ki varisi elm, peyğəmbərlərlə miras qoyublar, elm qoyublar. Nə gözəl, nə xoş-xoşasını alın o mirasdan götürənlərin. Sən də bu elmin, ey müsəlman, varisindən ol ginən və onu miras edənlərdən ol ginən, hətta kiram rəsulların və əzəmətli ənbiyələrin toplumunda həşr olmasın. Belə olduqda onların toplumunda olursan sən. Bu İslam diyarında olan bilinən imamlar ki var, onların zümrətində, onların miras varislərindən olasan. Allah Teala bizləri öz kərami ilə, minnəti ilə o kəslərdən etsin. Sonra deyir ki, qalel əxtalu, yəni o kəs ki, pis olsun o kəsə. Quranı qoyur arxasında dəlil gətirmir ondan. Xristiyan şairinin sözündən dəlil gətirir. Müəllif Rəhməlullah burada bu xristiyan şairinə adı ki, Qayyəs ibn-i Qavsil Təğləbi, nəsə belə bir adı vardı. İraqda olubdur. Çox fasih dili olubdur, şiddətli dili olubdur. Bələğatında belə deyir. Burada deyir, bunu dəlil yuşir irələdiyinə o kəslər ki, bu xristiyan şairini sifət kəlamında, kəlam sifətində yəni dəlil gətirirlər.
Sifətül kəlam, yəni Allah Taala'nın sifətlərindən görürsən ki, bunun dəlilini gətirirlər, bunun sözünü istifadə edirlər. Kərim ayələri tərk edirlər, səhih hədisləri, açıq aydın olan hədisləri tərk edirlər. Hansı ki, Quran-ı Kərim isbat vardır ki, Quran-ı Kərim Allahın kəlamıdır, həqiqətən, hərflə, kəlmə ilə, ləfzlərlə, mənalarla hamısı, bunlar hamısı daxil olmaqla Allahın kəlamıdır. Onlar görürsən ki, Sələf-i Salihin təfsirini tərk ediblər, Sələf-i Salihə tabi olan kəslərin təfsirini tərk ediblər. Onlar Quran sünnəni daha gözəl şəkildə başa düşüblər. Elm bölümlərini daha çox gözəl başa düşüblər. Xüsusən də bu bölümü, ad və sifətlər bölümü, yəni bu dinin əsillərindən və onun qaydalarındandır. Və görürsən ki, bunların sözünü dəlil gətirmirlər, gedib kimin sözünü dəlil gətirirlər, hansı ki sözləri heç nədir. Sözlərin etimad olunmur. Sözlər işlə sayılır, o kəslərin sözünü dəlil kimi gətirilir. O necə ki, bəzi bir həşiyyət səhv görürsən ki, sufi şeyxləri vardı ki, deyəndə ki, olmaz qəbirlərdən istəmək, qəbirlərə sarılmaq belə, deyir ki, olar. Deyirsən, dəlil nədir? Deyir, dəlil deyir, Məcnun deyir, Leylanın barəsində dəlil olanda deyir, divarlara sarıla-sarıla gələcəkdir, şəhərlərin divarlarına. Onun dəlil gətirir ki, Məcnun divarı. Onda Məcnun sansa gedirlər, o başqa şey. Gör, dəlilə gətirir. Bunlar da onun kimi. Ad və sifətlərdə Quran sünnəni dəlil gətirməyə əvəzinə hər hansı bir xristiyan şairin sözünü dəlil kimi götürürlər. Şeyxülislam İbn Teymiyyə rəhməhullah artıq öz fətavasında zikr eləmişdi ki, وَأَمَّا مَا يَثْبُتُ بِالْأَقْلِ Ama o şey ki əqillə sabit olur فَلَا بُدَ اِنْ يُتَسَوَّرَ الْقَائِلُ بِهِ Lazımdır ki, onu deyən kəs onu təsəvvür edə bilsin. Əqillə sabit olan şeyi lazımdır ki, təsəvvür edə biləsən. Sən maşın barəsində danışsan, ev barəsində danışsan, sən onu təsəvvür edə bilirsən da, yəni. Əqillə dərk oluna bilir, sabit ola bilir. وَإِلَّا كَانَ قَدْ تَكَلَمَ بِالْعِلْمِ Əks halda elmsiz danışır. Sən bir şey barəsində təsəvvür etdikdən sonra danışa bilirsən. Əks halda elmsiz danışırsan. فَالنَّسَارَ تَتَكَلَّمُ بِالْعِلْمِ Xristiyanlar elmsiz danışırlar. Ona görə də onların sözlərində ziddiyyətlər yaranır. Bir-birini pozur sözləri. Yəni, heç bir məqul olunan bir sözə gəlib hasil ortaya çıxmır. Və həmçinin kim də Allahın kəlamında elmsiz danışsa, onun sözü də ziddiyyət yaradacaqdır. Əvvəldəki sözü, axırındakı sözü, əvvəldəki sözü pozacaqdır. Mütənaqqidən olacaqdır. Yəni, ortaya əqil olunan bir söz, məqul, bir qəbul olunan bir söz çıxmayacaqdır. Yəni. Bunun üçün də mimmə وَلِهَذَا كَانَ مِمَّا يُشَنَّعُ بِهِ عَلَى هَؤُلَاءِ أَنَّهُمْ يَحْتَجُّوا بِأَصْلِ دِينِهِمْ وَمَعْرِفَةِ حَقِيقَةِ الْكَلَامِ كَلَامُ اللّٰهِ وَكَلَامُ جَمِيعِ الْخَلْقِ بِقَوْلِ شَاعِرٍ نَصْرَانِيٍّ يُقَالُ لَهُ الْأَخْطَابُ Yəni bu kəslər ki var, hansı ki onlar etdikləri bir pis şeylərdən sayılır. Bunların hansı ki dinin əsillərində həqiqi kəlamın bilinməsində Allahın kəlamını əsl tutmaqdansa da məxluqatın kəlamını, məxluqatlardan bir kəsin kəlamını, hansı ki xristiyan şairin sözünü dəlil olaraq gətirib deyirlər ki, Axtal dedi. İnnəl kələmə ləfil fuadi və innəmə cu'iləl lisanu aləl fuadi dəlilən. Deyir ki, həqiqətən kəlam ləfil fuadi, yəni qəlbdədir. Və innəmə cu'iləl lisanu deyir, dil qəlbin içində olanı üzə çıxmaq üçün dəlildir. Belə bir şey deyibdir. Nə deyir? Kəlam ləfil fuadi, yəni qəlbdə olandır. Həqiqətən dil qəlbin dəlilidir. Şeir belədir. Bunun sözünü dəlil gətirir. وَقَدْ قَالَ طَائِفَ İnne hâdâ leyse min şi'ri. Bir tayfa deyir ki, bu onun şiirindən deyil. Bir-təqdir ən yekûne min şi'rihi. Təqdir olunsa ki, onun şiirindəndir bu laf, Hristiyan. Fəl-haqaiqul aqliyyə. Yəni, əqli bir şeydir.
أو مسمى لفظ الكلام الذي يتكلم به جميع بني آدم لا يرجع فيه إلى قول ألف شاعر فاضل دع أن يكون شاعرا نصرانيا اسمه الأخطاء. Yani lafzul kelam, kelamın lafzi hansı ki Adem oğulların hamısı onu danışır. O deyir 1000 dənə fəzilətli şairin sözünə belə nədir? Məsələn, qaytarmaq olmaz. Yəni ad və sifətlərdə yalnız Quran sünnə ilə sən getməlisən. 1000 dənə fəzilətli şair olsa belə onun sözünü götürə bilməz. O da qalsın ki, Hristiyan bir şairin sözünü götürərsən. وَالنَّصَارَى قَدْ عُرِفُوا أَنَّهُمْ يَتَكَلَّمُونَ بِكَلِمَةِ اللّٰهِ بِمَا هُوَ بَاطِلٌ. Hristiyanlar neyle bilinir, neyle tanınırdı? Allah Teala'nın kelamında batil olan bir şey danışırlar. وَالْخَلْتُ فِي اللُّغَةِ هُوَ الْخَطَأُ فِي الْكَلَامِ. وَالْخَطَل, o axtaldan söhbət. Xatal lüğətdə çoxluq, söhbətdə çoxluq xata ilə nə deyirlər? Hristiyanın da adı deyirlər. Səhv deyirlər, yəni odur. قلت لذلك أشار إلى هذا البيت الإمام ابن تيمية رحمه الله وخطى من تمسك به واستدل به على أصل من أصول الدين. Şeyh Zeyd Rahmanlı deyir ki, ona görə də Şeyh İslam İbn Teymiyyə Rahmanlı bu şiirdə nəyə işarə edibdi? O kəslər ki, dinin əslindən olan bir əslə xata olan bir şeydən tutub yapışıblar. Və huve ma'rifetul hakikatil kelam kelamullah. Yəni Allahın həqiqət nədir? Allahın kəlamında həqiqi kəlamı bilmək lazımdır. Və qeyruha minəl aqaid, həmçinin əqidə məsələlərində, başqa əqidə məsələlərdə də onun kimi. Bu şair də kəlam sifətinə, bu kəslər o şairin kəlam sifətinə dəlilini gətiriblər. Deyiblər ki, innəl kələmə mə'nə mütəalliqu bizətilləhi lə harfən və lə savtan. Deyir ki, kəlam Allahın zatınla asılıdır, bağlıdır. Amma nə hərfdir, nə səsdir. Görə deyilir. Yəni ki, Allah Teala bunu danışmıyor. Nə bu kəlamın nə hərfdir var, nə səsi var. Batil əhli bunu belə deyir. أقول هذا الشاعر على فرض ثبوت أن هذا البيت من شعره ليس ممن يعتد به في هذا المقام الذي هو بعث الاعتقاد، وإنما يعتد بأقوال أصحاب العلوم الشرعية التي في مقدمتها العقيدة الإسلامية الصحيحة مما تشتمل عليه من أسماء الله الحسنى وصفاته العليا وأفعاله الحكيمة. Demek değil, bu şair elə fərz olunsa ki, bu onun şiiridir. Onun şiiri olsa belə bu məqamda onun sözü götürülmür. Yəni bu etiqad məsələsidir ki, etiqad məsələsində şəri elmi olan kəslərin sözü götürülür, o etibarlı sayılır. Hansı ki, səhih İslam əqidəsi əvvəlində gəlir və burada Allah Taala'nın gözəl adlarını və uca sifətlərini və həkim feillərini özündə şamil edir. Yəni çox təvil əhliləri vardı ki, onlar bu şeyə düşüblər, onlar məsələn aşairlərdir ki, bəzi sifətləri yeniblər, batil təbillər, yozumlar veriblər. Məsəl üçün istiva sifətinə Allah Taala'nın arşa istiva eləməsini onlar necə təfsir veriblər? İstilə hökmü altına aldı kimi. Yəni ucaldı, yüksəldi yox, hökmü altına aldı. Belə batil bir təfsir veriblər. Allah Teala Quran-ı Kərimdə dedi ki, Ər-Rəhmənu aləl-arş istiva. Rəhmən arşa istiva elədi. Onlardakı istiva yüksəldi, ucaldı yoxdur ki, istəvlə hökmü altına aldı. Belə deyirlər. Burada da həmin bir xata olan bir kəsin sözünün dəlil olaraq gətirirlər. Deyirlər ki, ثُمَّ اسْتَوَى بِشْرٌ عَلَى الْإِرَاقِ. Bişr İraqa istiva elədi, yəni İraqı hökmü altına aldı. مِنْ غَيْرِ سَيْفٍ اَوْ دَمٍ مِهْرَاقِ. Qılıncsız, qan tökülmədən İraqı hökmü altına aldı. Görsən, batil bir, xata olan bir sözü